Hər kəsə salamlar. Növbəti epizodumuzda yenə həmişəki qonağımız internetin fəlsəfə və elm qəryası Çevik Bağırlı ilə baş-başayıq. Amma deyəsən bu dəfə o fəlsəfəni kənara qoyub, cəmiyyətimizin əxlaq polisi roluna girib. Çevik bəy fəlsəfədə, kosmoloji argumentlərdə və DNT məsələlərində darmadağın olandan sonra indi də keçib psixoloji manipulyasiyaya və məhəllə qeybəti səviyyəsinə. Bilirsən, adamın intellektual acizliyi o həddə çatıb ki, elmi biliklərdən tamamilə uzaqlaşıb, sırf dini qaralamaq üçün hüquqi terminləri mənəviyyat adı altında təhrif edir. Söhbət bu məşhur ailə hüququ məsələsindən gedir, düzdür? Bir kişi evləndiyi qadınla heç bir fiziki yaxınlıq, yəni əlaqə olmadan ayrılırsa, İslam hüququna görə o qadının başqa nikahdan olan qızı ilə evlənə bilər məsələsi. Çevik çıxıb bunun tərbiyəsizlik və əxlaqsızlıq adlandırır. Bax, bu adamın fəlsəfi fəlakəti məhz buradadır. Özlərini müasir, dünyəvi və elm adamı adlandıran bu kəsimin ikiyüzlülüyünə bax. Gəl birinci elmdən və dünyəvi hüquqdan danışaq. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsini açıb oxusunlar. Dünyəvi qanun nikah qadağanlarını nəyin üzərində qurur? Bioloji və genetik meyarların. Yəni qan qohumluğunun. Təbii ki, elm bizə sübut edir ki, bir-biri ilə heç bir qan qohumluğu olmayan iki fərdin izdivacı genetik cəhətdən tamamilə sağlamdır. Ortada heç bir bioloji əngəl yoxdur. Dövlət qanunları qarşısında da heç bir maneə yoxdur. Dünyəvi hüquq və elm buna tamamilə normaldır dediyi halda, özünü dünyəvi sayan Çevik hansı haqla, hansı modern zəka ilə iki azad insanın hüquqi və sağlam izdivacına tərbiyəsizlik deyir? Əla tutmusan. Yəni adam həm dini inkar eləyir, həm də dünyəvi qanunları və biologiyanı bəyənməyib özündən yeni bir haram uydurur. Ay yaşa! Çevik bəy öz fərdi, subyektiv duyğularından yeni bir din yaradıb, özdə o dinin peyğəmbəri olub deyəsən. Gəl məsələnin psixoloji və teoloji tərəfinə baxaq. İslam niyə bu spesifik vəziyyətə icazə verir? Çünki İslam yaxınlıq olmayıbsa, mənəvi məhrəmlik və o dərin fiziki psixoloji bağ da tam formalaşmayıb deyir. Nikah sadəcə kağız üzərində qalıbsa, münasibət heç başlamadan bitibsə, İslam insana ədalətli bir seçim haqqı tanıyır. Analogiya ilə desək, sanki bir evi almaq üçün müqavilə imzalayırsan, amma heç vaxt o evə köçmürsən, qapısını belə açmırsan və müqaviləni ləğv edirsən. Sonra kimsə sənə deyir ki, sən o məhəllədən başqa ev ala bilməzsən. Bu tərbiyəsizlikdir. Mükəmməl analogiyadır. Heç bir fiziki və mənəvi bağlılıq yaranmamış bir kağız parçasının kölgəsini gələcək xoşbəxtliklərin və azad seçimlərin üzərinə salmaq hansı məntiqə sığır? Çevik Bağırlı və onun kimilərin dərdi əxlaq deyil. Onların yeganə prinsipi var. Din nə deyirsə, mütləq əksini deyib. Yəni əslində kiminsə şəxsi, qanuni və tamamilə genetik olaraq sağlam seçiminə kənardan tərbiyəsizlik etiketi yapışdırmaq elə mənəvi diktaturanın və tərbiyəsizliyin özüdür. Dəqiq belədir. Mənəviyyatı quru, bəsit duyğularla və islamofob komplekslərlə qarışdıran bu geri zəkalı yanaşma cəmiyyəti irəli deyil, cəhaləti aparır. İslam hüququ min illərdir ki, ən mürəkkəb sosial vəziyyətlərə belə ən incə məntiqi və ədalətli cavabları verir. Çevik Bağırlının səs-küyü isə bu uca sistemə kölgə sala bilməz. Çünki həqiqət birdir. Elm, biologiya, dünyəvi qanun və dinin eyni anda halal və qanuni dediyi yerdə bir ateistin çıxıb haram deməsi sadəcə komediyadır. Yenə də daşları yerinə oturtdu. İzləyicilərimizə bu analitik və aydınlatırıcı müzakirədə bizimlə olduqları üçün təşəkkür edirik. Özünüzü intellektual cəhalətdən qoruyun, növbəti epizodda görüşənədək.